Hə, deməli, birinci Akistan. Akistana aiddir. Eldənizin köməyi ilə hakimiyyətə gəlmişdir. Deyir ki, dostluq münasibəti, amma Eldənizlər dövlətinə deyir ki, bu asıllıq idi əslində. Sonra Səlcuqlar dostluq münasibəti saxlamışdı. Atasından fərqli olaraq bərpa eləmişdi münasibətləri. Gürcülər dostluq münasibətləri Georgi ilə bu onlara qiyamı yatırmağa, onlara da Slaviyalara qarşı mübarizəyə kömək eləmişdilər. Bir də Karınçalar dostluq münasibəti var idi. Bir də Dərbənd səddini təmir etdirmişdi, paytaxtı Bakıya köçürmüşdü. Əgər hatırlayırsa. Hə, indi gəldik bizim yeni kəsranilərimizə. Yəni, bu dərsdə olacaq. Yəni, mən əvvəlki dərsi sizə verdim, Teymur və Toxtamışın yürüyüşünü verdim, dedim örgənin, amma bir də soruşmadım, düzdürmü? Ona görə o dərsi bu dərsin içərisində izah edirəm. Deməli, 6-cı Güçtas. Güçtasın hakimiyyəti 1203-1225-ci illər. O bizdə dərsin içərisində verildi, amma arxa tərəfdə Kəsrani sülaləsinin nümayəndələrinin içərisində Güçtasın adı çəkilir. Ona görə də danışmalıyım. Güçtasın hakimiyyəti dövründə birinci Monqol yürüşləri baş verir Azərbaycanda. Nə var baş vermişdir bizim Monqol yürüşləri? 1222 kəşf edən. 1222, kəşfiyyat xartı. Bəli, kim başlıq eləyir? Kim başlıq eləyir? Zəbəv Sultan. Zəbəv Sultan. Zəbəv Sultan. Kitab anladın mı? Yox, mən baxın gözümdə. Nə tək sevilinci inanma. Demək, birinci Monqol yürüşü baş vermişdir. Bu birinci Monqol yürüşü bunun talihində həllecil olurlar. Adam qaçır gizlənir qalların birində, ordu və xalqı başsız bırakır. Monqollar gəlir Şamaxı əhalisini qılıncdan keçirirlər. Monqollar çıxıyan sonra çıxır ortaya ki, ərmən hökmdar. Ona görə də xalq və ordu bundan narazı idilər. Bir də bunun dövründə, 200 yazar, 20 yazar, 22. Bir də bunun dövründə Xarəzmşah Cəlaləddinin yürüşü baş vermişdir. 1225-ci ildə. Və hətta bu Güçtas onun artıq əlaqə də yaratmışdı, amma hələ nə asıllıq, nə xərc ödəmə söhbəti hələ ki yox idi. 7. Yəni Güçtas birinci Monqol yürüşünə zamanı qaçıb gizləndiyinə görə xalq və ordundan narazı idi. Ona görə də onun oğlu Fərid Bürs ordunun başına keçir, xalqa arxalanır və atasının hakimiyyətdən sağ öz keçir hakimiyyətə. 3-cü Fərid Bürs adı ilə 1225-1243. Buna aid 1. Karınçalar Cəlaləddinin Azərbaycan yürüşü baş vermişdir. Karınçalar Cəlaləddinin Azərbaycan hakimiyyəti 1231-ə qədər davam edir. Bu hakimiyyətdə olanda Cəlaləddin hələ buradaydı. Ona görə də atası da əlaqə yaratmışdı, amma asılıq buna söhbətə də yox idi. 1227-ci ildə Karınçalar Cəlaləddinin asıllığı qəbul edir. 100.000 dinar xərc ödəməklə daxili müstəqil qoyub saxlayır. Həm də Şirvanın dağıntılardan xilas edir. Aslanla Monqol yürüşündə dövründə axtarılmış. 2. 1231-39-cu illərdə ikinci Monqol yürüşü baş verir. Sonra Monqol ölkələrinə gəlmişlərimizdə burada da asılı qəbul edir, burada daxili müstəqil qoyub saxlayır. İndi burada bir pauza verək, qeyd edir. Bax, qəbulda 3-cü Fərid Bürs və 1-ci Fərid Bürsin tez-tez müqayisəsinə rast gələ bilər. Məsələn, deyək ki, 1-ci Fərid Bürs və 3-cü Fərid Bürsin oxşar cəhətini müəyyən edir. Hər ikisi yadelli yürüşünə məruz qalmışdır. Məsələn, 1-ci Fərid Bürs Səlcuqların, bu birisi isə Xarəmşahların və Monqolların. Hər ikisi asılığı qəbul etmişdir. Hər ikisi daxili müstəqili qoyub saxlamışdılar. Asılığı qəbul etsələr də daxili müstəqili qoyub saxlamışdılar. Yetkilərlə qəbulda kəsrələrdən sual test edəcək. Sonra deməli, 8-ci şəxsə geri çıxırıq. Bu bizdə olur 2-ci Aksitan. 1243-1260-cı illərdə hakimiyyətdə olub. Buna aid 1256-1258-ci illərdə Üçüncü Monqol yürüşü. Desən kim başlayır? Allah, şok olur. Üçüncü Monqol yürüşü baş verir və həmən yürüş nəticəsində hansı dövlət yaranmışdır?
Yok ki.